qafil insanların nişanələri var. Həzrət Loğman öz oğluna tövsiyə eləyir. Deyir ki, hər kim bilmək istəyir qəflətdədir ya yox, bu 3 dənə şeyə diqqət yetirsin. Birinci əlaməti budur ki, onun çoxlu səhvləri olar, çoxlu xətaları olar. Səhv üstünə gələr. Deyir, bilsin ki, qəflətdədir. İkinci qəflətin nişanəsi budur ki, onun başı qarışıq olar. İşləri nizamlı olmaz. Hər daim fikri dolaşıq olar. Bilməz hansı işi nə cür görsün, hansı əməli nə cür icra eləsin. Hər daim başı qarışıq olar. Deyir, əgər bu hər kimdə var, bilsin ki, qəflətdədir. Və qəflətdən oyanmaq üçün əlindən hər nə gəlir etsin. Üçüncü nişanəsi də budur ki, onun çoxlu unutqanlığı olar. Çoxlu unutqanlığı olar. Təbii ki, unutqanlığın müəyyən səbəbləri var. Elə hamısını buraya qəflətə yükləmək də düzgün çıxmaz. Qəflət də səbəb olur ki, insan unutqan olsun. Amma bəzən də bəzi insanlarda görürsən ki, bu xəstəliklə əlaqədar olur, biruzə verir. O səbəb olur ki, bu insan unutqan olsun.